məsələdə demək istəyirəm ki, əslində bayaq qeyd elədiyim kimi bu sistem müharibəsi kimi şərh eləmək başqa, liderlərin emosiyalarına görə başlanmış müharibə kimi şərh eləmək bir başqa. Dövlətin strategiyasına görə şərh eləmək bir başqa. Mən hesab edirəm ki, əslində ABŞ-İran müharibəsi Rusiya-Ukrayna müharibəsində nə qədər eynilikləri var. Məsələn, Rusiya nə elan, bir dəqiqə, Rusiya nə elan edirdi? Deyirdi, denasifikasiya, demilitarizasiya. Yəni, millətçilərdən təmizləmə və silahsızlaşdırma. ABD və... Yox, elə tamamilə doğru deyil. ABŞ və... Onların da eyni fikrimi çatdırır. ABŞ və İsrailin iddia elədiyi nədir? Deyir ki, oradakı dini rejim getməlidir. Yəni, burada Ukraynadakı milliyyətçi rejimlə, bu da rejimdir, analojiyadır, denasifikasiyası saya bilərik. Bir də deyir ki, nüvə silahının olmamalıdır. Bunda biz demilitarizasiya saya bilərik. O mənada Ukrayna və Rusiya arasında gedən müharibə ilə ABD, ABŞ və İran arasında gedən müharibənin nə qədər analoji eynilikləri var. Niyə var? Bir dəqiqə. Nə ilə razı olacaq? Təsbitdir da bu. Bu formal olaraq. Formal olaraq, yanaşma fundamental olaraq bundan ibarətdir. Bədii təxəyyüldür. Və necə paralel aparır bir-birinin yanında? Yox. Seçilmiş prezident seçilmişlə hakimiyyəti qəsb edilmiş mollanı bir kiçəyə qoymaq necə bir şey? Ukraynada, Kiyevdəki gəl özümüzü bir-birimizə hörmət edirik. O kişinin dediyin sən bədii təxəyyül adladın, bayaqdan danışdıqlarının məncə onda ümumiyyətlə bədii olmayan, amma təxəyyül. Eləmi? Biz elə deyərik. Olmaz da. Hörmətli Qədir bəy, baxın. Siz amma icazə vermədiniz ki, hər ikiniz fikrinizi dediniz, o adam tamamlasın. Amma yox, mən fikrimi bilmədim. O demagogiya keçdi. Dedi təxəyyüldür, filandır. Bax, bədii təxəyyülü demək, qarşıdakına ən azı, yox, yəni ən azı deyək ki, qəbul olunan deyil, belə deyək, yumuşaldaq. Amma söhbət nədən gedir? Demək istədiyim odur ki, sistem müharibəsidir. Biz poetik mərhələni aşmış toplumu hesab edirəm. Bəli, biz nəhayət ritorik mərhələyə gəlməliyik və ritorik mərhələnin də ən önəmli, əhəmiyyətli hissəsi ondan ibarətdir ki, polemika tərəfləri bir-birinin ritorikasını analitik təfəkkürlə tənqid eləsinlər. Yenidən poetika, ibtidai təfəkkürə qayıtmasınlar. Poetika demək, o dedi ki, orada seçilmiş... Bədii təfəkkür, poetik təfəkkürün eynisidir. Nəyi demək istəyirəm? Bizim rejimlərimizin arasında mən müqayisə yapıram. İran rejimi, sizin sualınız bundan ibarətdir. İran rejimi gedirmi, müharibədə kim qalibdir, doğru mu? Mən də deyirəm ki, qarşı tərəf, sistem eyni şeyi iddia edirdi Rusiyada da 3-4 günə. Bax, görürsünüz, burada da elan edirdi qısa müddətə. Burada da nəticələr olmadı. Burada da bir zəif tərəfin güclü tərəfləri ortaya çıxdı, proqnozlaşdırılmayan. Burada da güclü tərəflər, sistemlər deyirdi ki, denasifikasiya və demilitarizasiya, əzəcəm, keçəcəm, sistemi dəyişəcəm. İkisində də zəif tərəfin müqaviməti var. İkisində də zəif tərəfin analoji müqaviməti var. Raketlərlə, birində də dronlarla müasir texnologiya. Yaxşı, bəs İran tərəfi necə bu qədər müqavimət göstərə bildi? Bəlkə bu işin içində başqa bir oyun var. Məsələn, Amerika və İsrailin Çinin hava hücumundan müdafiə sistemini və ya dənizləri minalama sistemini test eləmə. Müharibə çox uzandıqca, Çin də İrana daha çox yardım etdikcə, hərbi yardım etdikcə, Amerikanın və İsrailin imkanı olur ki, Çinin hərbi sənaye kompleksi haqqında kəşfiyyat bilgiləri sahədə əldə eləsin. Ən az hava hücumundan müdafiə sistemində yararsızlığı ortaya çıxdı. İndi dənizlər məsələsi var, Hürmüz boğazının minalanması məsələsi var. Rejimə gəldikdə, rejimdə heç də deyildiyi kimi meydanda rejimi milyonlar müdafiə eləmir. Siz İsraildə cəmi 5-6 milyon adam var, amma İranda 80-90 milyon adam var. Və meydanda təsəvvür eləyin, Mehdi hakimiyyətinin, əmanətçi hakimiyyətə sahib olan liderin ölümünə meydana normalda milyonlar çıxmalıydı. Hə, var, rejimin tərəfdarı var. Rejimin hələ tam legitimliyi itməyib, amma bu demək deyil ki, milyonlar müdafiə eləyir, xalq rejimi müdafiə eləyir. Yoxdur belə bir şey. İndi hal-hazırda təbii orada başqa bir yumuşatma əməliyyatı gedir. Sepahın, hərbi qüvvələrin, nüvə silahı yerlərinin, raketlərin vurulmasından sonra Sepahın ayrı-ayrı bölgələrdəki qərargahları və Sepahın alt qurumu olan Bəsicin
deyək ki, məntəqələri vurulur. Niyə? Ola bilər strateji olaraq gələcəkdə təbii ki, daxildə siyasi tələblərlə çıxış eləyən bir top. Bəlkə embargo tətbiq eləyib, Hürmüz boğazına da oturub İranı digər gəlirlərdən məhrum eləyib, iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqlar. Çünki 12 günlük müharibədən sonra bütün İran xalqı bilirdi ki, yenidən bir müharibə olacaq. Amma ona baxmayaraq İran xalqı sosial tələblərlə meydana çıxdı və ya çıxarda bildilər. Fərqi yoxdur. Kəşfiyyat çıxartdı və ya çıxdı. Deməli, orada bir potensial var. O potensial bu bombardımandan, bu iqtisadi zərərlərdən sonra ki, bütün aviasiya sistemi sıradan çıxıb, bütün o gəlirlər, sahələr, neft strukturları, altyapılar, digər məsələlər, bunlar hamısı ağır iqtisadi böhranı daha da dərinləşdirəcək. Hə, İran xalqı düşünə bilər ki, bu rejim mənim başıma bəladır, əslində dəyişib. Bu fikirdə niyə, həm də niyə ola bilər? Çünki İranda sistem özünə monarxik elementlər əlavə elədi müstəbanın seçilməsi ilə. Çünki normalda həmən o rejim içindən, qum məktəbi içindən çıxartmalıydı o lideri ki, o lider Xameneyinin oğlu deyil. Hə, kimdəsə fikir səsləndirə bilər ki, bu Sepahın iradəsi ilə və daha orada monolitliyi təmin eləmək üçün tək o deyil. Ümumiyyətlə, İran hakimiyyəti rejim olaraq bölgədə legitimlik zəifiyyəti yaşamağa başlayıb ard-arda. Məsələn, elə Sistani məktəbinin fətva verməməsi və Şiə ölkəsinə açıq-aşkar xristian ölkələrin və yahudilərin hücum etməsi müqabilində belə Nəcəf məktəbinin fətva verməməsi bu deməkdir ki, artıq zehinlərdə İran rejimi regionda legitimliyini itiribdir, çökmək üzrədir. Amma bir kollektiv cihad çağrısı oldu deyəsən. Təsdiqlənmədi o. Yox, təsdiqləndi. Rəsmi saytda. Siz dəqiqləşdirə bilərlər. Gəlin biraz fikirlərinizi konkretləşdirək. Ümumiləşdirsək, biz deyə bilmərik ki, İrandakı rejim bugün, sabah və ya 3 ildən yıxılacaq. Amma biz proqnozlar, dəyərləndirmə, səsləndirə bilərik. Təbii ki, teokratik sistemin İranın gələcəyi ilə bağlı ən azı yaxın 10 il, 15 il dönəm üçün perspektivləri görünmür. Bunun çoxlu səbəbləri var. Burada vaxt məsələsi var. Həm də ən ciddi məsələ ondan çox demədiniz 10-15 ili. Ola bilər. Bax, İran elə böyük bir ölkədir ki, bu mozaik strukturun dağılması İranda elə fəsadlar ortaya çıxara bilər ki. Yəni onsuz da dağılırdı da, sadəcə müharibə başlayıb. 15 ilə nəinki İranı, İrandan qat-qat qüdrətli görünən ölkələrin özünün qalıb qalması məsələsi şübhə altındadır. Baxın, mən bayaq qeyd elədim, İraqla da analoji müqayisəni apardım, Suriya ilə də. Eyni şeyi İraqdan da o zaman deyirdilər. Baxın, rejimin bugün... O illər fərqli idi, dönəm fərqli idi, bu dönəm tamam fərqlidir. Mən belə düşünürəm. Gəlin, siz burada dayanaq... Mən 15 ili biraz da bağlayıram, biraz da Azərbaycanın bütövləşməsi zamanlamasına. İranın ilkin mərhələdə federallaşması, rejimin əvvəl yumuşalması, Pezeşkiyanın önə çıxması, Pezeşkiyanın yavaş-yavaş ali dini liderin statusunu, siyasi statusunu da qismən ələ götürməsi, bu dalğanın İranda o mozaik strukturda çalxalanmalar yaratması və bizi bütöv Azərbaycana aparan yeni bir proses.